Sizlərdən əziz Sım kəndindəyəm. Aprel ayıdır və mən burada aprel ayında olmamışam. Təbiət tamamilə oyanıb, çox gözəldir. Sıma ilk dəfə gəldiyim havadadır. Havadır buralarda. Dumanlı, çənlidir, amma belə yaşıllıq onda yox idi. Bu havanı çox sevirəm, çox gözəldir. Və təbiətin oyanışını Astarada hədsiz hiss etmək olur. Hazırda Azərbaycanda elə bir hava şəraitidir ki, ölkənin şimalını qar basıb çoğundur. Amma Sımda İtkəl Astaraya girən yoldan bəri artıq yazın gəlişini burada hiss etmək olur. Çox rəngbərəng çiçəklər açıb, inanılmaz gözəldir. Mən təbiətin bu vaxtını çox sevirəm. Məsələ bu dəfəki videomuzda Sım deyil, Sımdan Siyov kəndinə, oradan isə ta ki Bəndəsərə kimi bir dağ yürüyüşü edəcəyik. Yürüyüş üçün çox darıxmışam. Sıma isə qayıdacağam. Ona görə videomuzu Sımla başlayıram. Yəqin ki Sımla da sonra bitəcəm. Amma videomuzun əsas məqsədi cəmi 7-8 ailənin yaşadığı Siyov kəndidir. Meşələrin içinə, Hirkan meşələrin doğru yolumuz başlanır. İlk dəfədir Sımda Yasəmən mövsümünə gəlib çıxmışam. Çox gözəldir. Apreldə heç vaxt olmamışdım, amma aprelin bu qədər burada gözəl olduğunu heç vaxt fərqində ola bilməzdim. Zaten Sımın hər halı gözəldir. Klasik geldik oranı. Birdən yüksəklik qalxdıq deyənə harca bir yarım saat təzyiq aşağı düşdü. Bir xurma yedim. Biraz su içdim, biraz düzəldim. Mən düşünürdüm ki, Qaranoğrun gölünün ora qalxan yol qədər çətin bir yol yoxdur. Amma baya bu Sımdan Siyova qalxan bu yüksəklik insanı yorur. Amma çox gözəldir. Bu meşələrə duman çox qəşəng yaraşır. Biraz gəlməmişdən qabaq, yaxşı ki mən eləmişdim evdə, şəhərdə. Aşırı idman hərəkətlərinizi artırmaq lazımdır, biraz yürüyüşlər eləmək lazımdır. Hələ o ilə belə biraz hiss elədim ki, nəfəs problemi var. O da ki, birdən-birə yüksəkliyə dırmaşmaqla yanaşı təzyiq düşməsi var. Onu nizamlayandan sonra hər şey yaxşı olur. Bələdçilər yenə məncə bizə yalan danışır. Deyirlər ki, az qalıb. Bu da təbiətdə bələdçilərin ən çox danışdığı yalandır. Bugünkü möhtəşəm yürüyüşümüzün möhtəşəm bir bələdçisi var. O mənim üçün nömrə 1-dir. Toğrul. Hə, sən mənim üçün nömrə 1-sən dağ bələdçiliyində. Çünki gözüm gördüyü hadisələr olub. Heyif ki, onda çəkmirdim, amma sənin haqqında kitabda böyük bir bölüm yazmışam. Sən özün elə bu təbiəti tanıdan ilk nömrə 1 blogerlərdənsən ki... Qarşılıqlı tərifdən sonra. Hə, yəni bu xüsusilə Talış zonasının, Talış dağlarının, xüsusilə Sım kəndinin tanınmasında, yəni oradan əməyin çoxdur, böyükdür. Çox sağ ol. Təkcə buran yox, ümumiyyətlə, Gədəbəy olsun, yerli olsun. Mən bilirəm səni yaxından izləyən adam kimi. Çox sağ ol. 4 ildən sonra təbiətə qayıtdım yenidən səninlə və bu mənim üçün çox möhtəşəm gündür. Mənim üçün bu xüsusi bir əhəmiyyətdir. Özümü təftiş eləyirəm, ayağımı təftiş eləyirəm və məni bunlar cəlb. Bunlar sizin təşəbbüsünüzdür. Siz qoymusunuz bu lövhələri, gəlib halal olsun. Deməli bu ümumiyyətlə bu Dövlət Turizm Agentliyinin belə bir Hiking Azərbaycan layihəsi var ki, Azərbaycanda müəyyən istiqamətlərdə turistlərin daha çox getdiyi piyada cığırlarda belə bir işarələnmənin, nişanlanmanın aparılmasıdır ki, bunlardan ən sonuncu istiqamətdə cənub istiqaməti oldu ki, Talış dağları belə deyim də hiking marşrutları yaratdı və bir çox ucqar kəndləri, Lerikin, həm də Astaranın ucqar kəndlərini birləşdirir və bu biz hazırda durduğumuz yer isə Hirkan meşəliyinin tam dərinliyində olan maşın yolu və elektrik enerjisi olmayan Sım, deməli Sım kəndindən keçən marşrutdur ki, o Siyova və Dilmədi kəndinə gedir bu marşrutlar və biz hazırda o aşırımdayıq ki, Sımdan qalxmışıq, artıq o dərinlikdə olan iki kəndin yolundayıq.
Bizim sonuncu məntəqəmiz, mənzilimiz Bəndəsərdir. Bəli, Bəndəsərdir. Çayağızı kəndinə çatanda artıq orada maşın yolu var. Orada Astara isti suyu yolundan gələn istiqamətdir. Amma bu arada, belə deyək də, Sım kəndindən çıxışdan bu hissədən ta elə Bəndəsərə qədər, Çayağızına qədər nə maşın yolu var, nə də oradakı kəndlərdə elektrik enerjisi var. İndiyə qədər Siyovda elektrik enerjisi yoxdur da, yəni bu haqda yazılıb. Elektrik enerjisi yoxdur. Orada yalnız deməli günəş panellərinin bir layihə çərçivəsində günəş paneli ilə evlərin işıqlandırması layihəsi olub. Bir çox evdə artıq var. Bizim indi birinci dayanacağımız Siyov olacaq. Birinci dayanacağımız burada çox yaxında təpəni aşan kimi orada Molla kənd olub. Tamam. Molladi də deyirlər ona. O Molladidə bir ev var, onu görəcəyik. Oradan keçib artıq dayanacağımız, belə deyim, oturub çay, yemək yeyəcəyimiz yer Siyov kəndi. İnşallah yolumuz açıq olsun. Çox sağ olun. Bir də bir qeydim var. Bu işarələr çox yerdə qoyuruq. Görürsən ki, bu qırılıb da. Təəssüf ki, yəni əslində normalda biz borulara bunu montaj edirik, amma qırılır. Yəni təmənnim odur ki, heç kim qırmasın da. Bu insanların özünə də duman şəraitində də getmək üçün, yolu, izi tapmaq üçün çox vacib, xeyirli bir şeydir. Həm də turistlərin də axınını sürətləndirmiş olur. Birinci Quba tərəfə qoymuşuz, onda heyvanların üstünə atdılar ki, inəklər sındırır. Bəli, onu da oradan da özüm monitorinq eləmişdim. Heyvanlar. Bəli, heyvanlar. Çünki onda biraz daha balaca idi və yuxarıda da meşə zonası olmadığı üçün heyvanlar qaşınması üçün onlara elə baş vururdular və sındırmışlar. Daha sonra biz onları yüksəltdik və dəmirlə montaj elədik, dəmir əlavə elədik. İndi hazırda o nişanlar qalır yerində olduğu. Super əla. Əla layihədir. Çox sağ olun. Gedək, hələ səni danışdıracağam. İnşallah. Torbalını tapmısan? Bu yarpızdır. Deməli, həmişə çayı termosa su tökürəm, çay dəmləmirəm də. Gedəndə yolda yarpız, gül çiçək toplayıb tökürəm o termosa. Daha təbii. Və mən getdikcə o dəmlənir. Bir saatdan sonra durursan və çay süzürsən olur bitki çayı. Əvəzsizcə. Belə, Yuxarıdan artıq düşmədir. Ona görə çox da narahat deyil. Sürət də artdı. Sağlamlıq da öz yerini tapdı. Qəşəngdir. Mən bu Hirkan meşələrini və Talış dağlarının bu tərəflərini elə dumanda xoşlayıram. Uzaqdan alabaşın hürməsi gəlir və toyuq cücənin səsi gəlir. Bu deməkdir ki, artıq dumanlı çənli meşədən sonra artıq bir kənd var. Molla kəndə yaxınlaşırıq. İlk dəfə 2017-ci ildə Lerikdən Astaraya doğru dağ yolu ilə bir yürüyüşümüz vardı və tam da böyle yürüyüşün ikinci günündə belə bir hava ilə üz-üzə gəldik. Mən artıq panik bir atak gəlmişdi ki, biz sanki o meşədən artıq çıxmayacağıq. Uzun bir yol getdik. Yağış da bir yandan, ayağımız palçığın içində. Birdən bir alabaşın səsi gəldi. Odur budur. Artıq 9 ildir. Alabaşın səsi mənim üçün ümid səsidir az qala. Deməli, hazırda Hirkan Milli Parkının o dərinliklərində Milli Parkın Siyova gedən, Siyov, Dilmədi, Sım kəndinə, Siyov, Dilmədi kəndlərinə gedən istiqamətdəyik. Hansı ki, bu kəndlərdə maşın yolu və elektrik enerjisi yoxdur. Günəş paneli ilə enerji var yalnız. Deməli, bura isə bu durduğumuz yer Sım kəndinə ən yaxın nöqtələrdən biridir. Burada vaxtilə Molla kənd olub və ya Molladi deyirlər. Yəni di kənd deməkdir, Talış dilində. Deməli, bu kənd sonra Sovet dövründə belə deyək, köçürülüb. Köçürüləndən sonra uzun müddət yəni yaşayış olmayıb. Sonra Firdovsi, bu evin hazırda gördüyünüz buradakı tək evin sahibi Firdovsi, Sım kəndində yaşayan Firdovsi gəlib öz dədə-baba yerinə, gəlib o babasının mülkü olan ərazidə ev tikir və indi hazırda burada yaşayır. Yəni İl boyu. Bəli, həmişə buradadır və belə deyək də, o burada yaşayır, bu meşənin içində, burada yəni Survivor. Burada şəbəkə yoxdur, burada
nə bilim, heç nə yoxdur da belə deyək də, sivilizasiyadan uzaqdır. Robinson Crusoe. Dərviş. Gəlir burada yaşayır. Bura indi biraz nisbətən yaxınlıqda Siyov kəndi var, amma o da elə bura kimidir. Orada ancaq biraz çox ev var. Burada isə tək ev, yalnız Firdovsi yaşayır. Tanış oluruq indi oyla. Çay içəcəyik yoxsa gedirik Siyova? Siyova gedirik, Yaxşı. amma mütləq ona yazmışdım, zəng çatmır. Yazmışdım ona ki, sən yanında dayanıb çay içəcəyik. Amma növbəti səfər inşallah burada mütləq dayanacaq. Çünki özü çox qonaqpərvər adamdır. Biz indi gözləmirik birdən. Yox, o hələ ki görməyib mənim yazdığım. Yəqin ki, ola bilər bəlkə də qonaq gedib arası. Ya da Deyə çıxdı. Hə, çıxdı. Neysə, biz görüşərik. Salam əleykum. Hə, bir də hekayəni sözün danış. Nəfər olub gəlib burada ev tikmisən? Aha, kimdir? Ben tanışdım. Onlara müəllimlər. Siz il boyu burada tək yaşayırsınız? Tək yox, bu ailəmlə. Ailə il boyu. Salam qardaş, xoş gördük. Yəni bu bazarlığa admıyor, ayına düşürük, məsələn mağazinaya gedirik, saman. Oradan gətirik, il boyu burada yaşayırıq. Yəni. Sizə artıq kənd də çətin gəlir. Bizə şəhər çətin gəlir, sizə kəndin özü çətin gəlir. Yox, kənd bizə çətin gəlmir. Mənə şəhər çətin gəlir. Məsələn, mən şəhərə gedirəm, O da şeydir. burada qala bilmirəm. Məsələn, Sım kəndindir. Orada İnsan yaşasan çoxluğu. sən çətin olur. Burada çətin Yox, mən özüm Sımlıyam. Prosta babam burada yaşadığına görə mən burada gəlib burada yaşamışam. İndi onun doğumçusu ilə nə bilim. Təsərrüfat satına var. Təsərrüfat malqaradır, arıçılıqdır. yaxşı balla çayı olur. İndi növbəti səfər gələndə İnşallah yadınızda xəbər elə saxlayın xəbər. buranı. Şimdi mən Xəbər edim, setə çıxmamışam da. Setə çıxmamışam. İndi mən dünən yox, İsə getmişdim, dağa etmişdim, Kaçışa etməyə, Sımın dağı. Ha, Laşkasəyə. Laşkasadan yuxarı 2 saatdan Hə, yaylaqlar olmuş. Saradın dibi deyək də. Çəkmişəm oraları. Şindan tərəfə. Hə, Şindən taxdım 1 saat. Bu arada kanalda video var, baxarsınız. Bildim. Biz çöldə, orada çimamız var. Bacanağımız da yaşıyor. Ha, nə qədər. Çəkmişdim Orada oraları. getdik, Kaçışa etməyə getdik. Burası yağış çəkdik, yine biz Bacanaq orada yaşayır. burada Sımda yaşayır. Sadəcə malqaran bir yerdə yəni. gedir. Hə. Firdonsu qardaş, onda əvvəllər burada kənd ev çox olub, hə? Əvvəllər Babamız hə, vaxtında. əlbəttə bu. Məsələn o Alman müharibəsi olub. Ha, o vaxt. 41. Hə, o vaxtları sürgün olunub. Buradır, İniz kəndidir, yəqin. Buradakılar sürgün olub başqa hə, yerə. sürgün, yarısı Salyan, Bakı, nə bilim, o bir dənə xalq artisti var. Bilal Aliyev. Bilal Aliyev sırf buralıdır. Ha, onun babasının qəbri o da qəbristanlıqdadır. Molladır. Ha, Molla kəsdi. ha, buralıdır. Buranın yəsi onun babası olur. Ha, Bilal Aliyev, Mirza Balaxan o vaxtı deyirlər. Ha, o vaxtı xan olub. İndi biz də gəlib yavaş-yavaş gəlib burada məskən salınmışıq, yaşayırıq. Bəs bazarlıq falan lazım olur. Bazarda məsələn dükana gedirik, sama bir də rayona düşürük. Yəni ən yaxın orada. Ən yaxın Sım. Ha, elə Ha, prosta mən təsadüfi alver eləyirəm. Salam əleykum. Aleyküm əssalam, mən tərsən əleykum. Amanı. Ha, bu bazarda da indi bu mən pastorini rayondan alıram. İndi bir xırdavat olur. atla gedirsən, hə? Ha, atımız da var. Ha. Ha, 2 dənə var. Biri Pakistan, biri Pakistan. İnşallah yayda gəlsən. Yorulmasın, gələcəm. Nə qulumuz olur. Var ol, çox sağ ol. Səni gördüm, xoş oldu. Hoş Firdonsi. Sağ ol. Özü yaxşı. Sağ ol, sağ ol. Allah evin olsun, bərəkətin Sağ ol. versin. Allah sizdən razı olsun. Qızlar hanım. Çatdıq nəyimiz var? Və beləliklə 11:20-də başladığımız yürüyüş saat indi 14, tam da 14-dür və biz Siyov kəndinə gəlib çıxdıq. Siyov kəndi tamamilə meşənin içində bir kənddir. Qazı yoxdur, işığı yoxdur və cəmi 7-8 ailə deyirlər, bəzən 3 ailə də deyirlər. Bu şəkildə təbiətin qoynuna çəkilmiş bir kənddir. Hər dəfə Sıma gələndə gəlmək istedim, amma bəlli ki, bu çətinlikdən dolayı kənddən gətirən yox idi. Amma nə yaxşı ki, gəldim və təbiətə böyük geri qayıdışı məhz bu kəndlə elədim. Gözəl bir yürüyüş oldu. Düz yürüyüşümüz elə davam eləyəcək. Və nə yaxşı ki, bayaq nəfəsimin darlığında
geri qayıtmaq qərarı vermədim. Burada çay fasiləsi və yemək fasiləsi verəcəyik. Ay Allah, çox sevirəm. Şəhərdə ən çox darıxdığım bu təklik və bu kənd mənzərəlidir. Mütləq qaydada aprel ayında cənuba səfər edin. İnanılmaz gözəl olur. Çiçəklənmiş ağaclar, hər şey sanki bir gözəlliyə əlavə bir gözəllik qatır. Bu uşaq da bizlə Sımdan bəri gəldi. Necə qaydasın ay uşaq? Senin kesin orijinali. Gəldik. Çayımız hazır. Süzülmüş 30 Çayla bərabər buraların vazgeçilməz bal. Bir də beləsi. Bir dənə çay içim, sonra sizə evi göstərəcəm. Bu nədir? Bu da Telefonumuzun saya bakın. Bəh. Hazırda evdə işıq. Ümumiyyətlə burada işıq yoxdur da dediyin kimi, hə? İşıq, qaz, heç bir şey. İşıq da orada Günəş panel paneli yanır. Günəş paneli, orada batareyalar var. Bəs belə tutqun hava olanda günəş enerjisi necə gəlir? O yığıb da bataryasına yığıb. Ha, tamam. Ehtiyac var. Bir dənə çay. Bir haftada necə? Limon. Ha. Yerli limon. Ha, yerli Limon satmıyorsun. qonşudum. Mənə lazım bax limon. Özümün var, məndə sərdat. Burada yox, əkməmişəm. Ben böyle iftar açarım. Deməli, hazırda bu evdə eyni zamanda qonaqlama da təklif olunur. Belə bir otağı qonaqlama üçün ayırıblar və qalmaq, axşam yeməyi və səhər yeməyi birlikdə 35-40 manat təşkil edir. İşıq bizdə hazırda bu paneldən qaynaqlanaraq olur. Əslində çox yaxşı qiymətli və tam meşənin içinə denə belə çox da baha bir qiymət eləmir. Qonaq sayı çox olanda yaxındakı evdə qonaqlamaq üçün ayırırlar. Burada ümumilikdə dünyanı bitirməkdən ötəri çox idealdır Siyov kəndi. Mən çox eşitmişdim. Yəqin ki burada bir 2-3 günlük gəlib qalacağam. Ən yaxşı qalmaq üçün də vaxt sentyabr-oktyabr ayda deyirlər, eyni zamanda yazda deyirlər. Zaten Cənubun payızında elədir ki, yaşıllıq hələ də qurtarmış. Əlaqə vasitəsi qoyacağım, gəlmək istəsəz əlaqə saxlaya bilərsiniz. Yedik, içdik, bu evə minnətdarlığımızı bildiririk ev yiyələrinə və arxada gördüyünüz evdə də, demək bu evdə əgər ki qonaq sayı çox olduqda arxadakı evi də qonaqlama üçün təqdim edirlər. Yolumuz isə hazırda Bəndəsər kəndinədir. Artıq elə birbaşa deyir ki, turun ən uzun hissəsi indi başlayır. Lakin o düz yoldur, çay boyu davam edəcək. Yüksəlik yoxdur, aşağıya düşmək yoxdur, aşağıya biraz enəcək. Amma hər bir halda olduqca gözəl bir traildir. Mən çox məmnun qaldım və yaxşı ki də həqiqətən də bir qədər belə bir duman var. Duman ümumi mənzərəyə və bu Hirkan meşələrinə olduqca gözəl bir gözəllik qatır. Bu arada Hirkan meşələrinin özəlliyi ağcaqayın ağaclarıdır ki, bu ağcaqayın ağacları UNESCO-nun irsi siyahısındadır və eyni zamanda yəqin ki Hirkan meşələrinin bəbirləri haqqında da məlumatınız var. Burada bir neçə il əvvəlində bəbirlər aşkar olunmuşdu. Məşhur bir babaxan da var. Həmin babaxanın yaşadığı kənd də elə Siyov kəndidir. Məhz Hirkan meşələrinin məşhur bəbiri bu kəndin ərazisində, yaxınlıqdakı hissələrdə tapılmışdı. Çox gözəl yerlərimiz var. Mütləq gəzmək lazımdır. Havanın bir tərəfdən baxanda uyğunsuz olmasına baxmayaraq, amma belə bir havanın da gəzi üçün olduqca gözəl bir təsir olduğunu heç vaxt unutmayın və yazdır, yaydır deyib artıq yola çıxın.
Ha, o çayın üstünde. Səkkizin yarısı, tam 3 saatdır Hirkan meşələrlə yol gəlirik və artıq Bəndəsər kəndindəyik. Yürüşün sonu sayıla bilər. Salam aleyküm.